vaxtınız xeyir. Yeni kanalımın ikinci videosuna xoş gəlmisiniz. Əgər məni tanımırsınızsa, bundan bir öncəki videoya keçərək kanalımın ilk videosunda mənim kim olduğumu öyrənə bilərsiniz. Birinci videoya da baxmayanlara yenə də mən bir qısaca məlumat verim ki, mən Röya Umbayeva, 21 yaşım var və Türkiyədə təhsil almışam, yeni məzun olmuşam. Bu kanalı açmaqda ilk məqsədlərimdən biri də Türkiyədə təhsil almağa gəlmək istəyən tələbələr üçün mənim hansı yollardan keçdiyimi, onların da hansı yollardan keçə biləcəyini öyrətməkdir. Mən müəllimə deyiləm. Bu işlə bağlı hər hansısa bir peşəm də yoxdur. Mən sadəcə Türkiyədə təhsil almış, qrafik tasarımcıyam, yeni məzun olmuşam. Bunun kimi səbəblərlə bu kanalı açmışdım. Burada öz vloqumu çəkəcəm. Gündəlik həyat, İstanbuldakı gündəlik həyat, bəzən beauty vloqerlıq eləmək istəyirəm. Qeyd dəftərimə də hər şeyi yazdım. Sizlərə nələri vurğulayacağam, hansı məqamlara toxunacağam. Videonun girişini çox uzatmadan keçək mövzumuza. Bugün mən 4 il əvvəl Türkiyəyə necə gəldim, ən başından danışacağam. Hansı yollardan keçmişəm və siz də bu yollardan keçə bilərsiniz deyə sizlərə də bir yolunuza balaca da olsa işıq tutmaq, bir fikir olmasını istəyirəm. 4 il əvvəl Türkiyəyə YÖS kursuna yazılaraq gəldim. İlk öncə bunu deyək ki, YÖS kursu nədir? YÖS, yabancı öğrenci sınavı deməkdir. Yabancı öğrenci sınavına kimlər girir? Türkiyə vətəndaşı olmayan, xarici vətəndaş olan və Türkiyədə təhsil almaq istəyən tələbələr yabancı öğrenci sınavlarına girirlər. Mən bu kursa yazıldım və 1 il boyunca bu kursda hazırlıqlara getdim. Bu imtahanda hansı fənlərdən sual verilir desəz, məntiq və riyaziyyatdan hazırlığa gedirsiniz. Açıqcası bir çoxumuzda olduğu kimi riyaziyyatı sevmirəm desəm yeridir. Amma məntiq çox gözəl dərs idi. Çünki həqiqətən də artıq həyata məntiqli bir baxış açısı ilə tamamilə ağlın başında olaraq baxırsan deyə bilərəm və çox məntiqli olursan həqiqətən də. Ona görə məntiq dərslərini əslində hər birinizi çox şiddətlə tövsiyə edirəm. Hər nəysə, məntiqi çox da uzatmayaq. Məntiq və matematika dərsləri aldım. Eyni zamanda son 1 aylıq da Türk dilindən də hazırlığa getdim. Normalda bir neçə ay getməli idim, amma 1 ay getdikdən sonra dayandırdım. Çünki biz Azərbaycanlılar, ən çox da gənclər Türk dilində onsuz da bilirlər və mən də artıq bildiyim şeyləri mənə öyrədilməsi biraz məntiqsiz gəldi. Ona görə də valideynlərimə də dedim ki, Türk dili kursunu dayandıraq. Amma əgər Türk diliniz zəifdirsə, yəni ən azından bir neçə aylıq Türk dilinə getməyinizi tövsiyə edirəm. Çünki Türkiyəyə gəldikdən sonra universitetin özündə Türk dili yetərlilik sınavı var. Yəni Türk dili hansı səviyyədədir və ən aşağısı da B2 səviyyəsində olmalıdır. Bəzi universitetlərdə B1 də ola bilər. B1, B2 səviyyəsində Türk diliniz mütləq olmalıdır. Yəni məndə C1 səviyyə çıxdı. Yəni C2 artıq ana dili səviyyəsində deməkdir. C1 çıxdı məndə də. Hər universitetin yabancı öğrenciler üçün binası olur. Və mən orada Türk dilindən imtahan verdim və bu imtahana da 4 il əvvəl $70 ödədim. Bu imtahan mütləqdir, çünki xaricdən gələn bir vətəndaşsınız və sizin Türk dilinizin yetərliliyi mütləq ölçülməlidir və imtahandan da yüksək nəticə topladım. C1 səviyyəsində sertifikat qazandım. Bu imtahanlarda sizə həm test verirlər, testdə mətnlər olur, mətni oxuyursunuz və mətnə görə suallara cavab verirsiniz. Digər qrammatik, leksikoloji və lüğətdən olan suallar da var. Və bunun xaricində də ki, sizinlə söhbət edib Türk dilində nə dərəcədə danışa bildiyimizi öyrənirsiniz. Bir çoxumuz Türk dilində bilirik. Amma buna çox da güvənməyin, çünki mənim ətrafımda olan bəzi Azərbaycanlı tələbələr var idi ki, onlar bu imtahana girdilər və B1 səviyyəsində olaraq çıxdılar. Və B1 səviyyəsi də universitet oxumaq üçün yetərli olan bir səviyyə deyil. Bizim universitet B2 səviyyəsini qəbul edir. Və əgər siz bu imtahandan keçməsəz, universitetin öz içərisində olan 1 illik Türk dili kursuna yazılırsınız və hər gün məktəb kimi səhər tezdən o kursa gedirsiniz, axşamüstü saat 5-ə qədər bu kursa getməlisiniz məcbur. Və ona görə də sizə deyərdim ki, biz Azərbaycanlıların əlində çox böyük bir şans var ki, Azərbaycan türkçəsi ilə Türkiyə türkçəsi bir-birlərinə çox yaxın türkçələrdir. Çalışın ki, bu imtahandan keçin, çünki 1 il boyunca bu kursa getməli olacaqsınız. Bəlkə də yarım dönəmdə ola bilər. Bunlar təbii ki, universitetdən universitetə dəyişir. Tutaq ki, 4 il universitet oxuyacaqdırsa, 1 ili də
hazırlığa gedəcəyi üçün 5 il universitet oxumuş olacaqsınız və 1 il itirmiş olacaqsınız bu səbəbdən də. Çünki bu imtahan bəlkə də yarım saat, 1 saat sürür və bunu əgər keçməsə sizin 1 il itirməyinizə səbəb olacaq. Əgər bu imtahanı da keçirsinizsə, təbrik edirəm, siz artıq universitetə başladınız və dərslərə artıq başlaya bilərsiniz. Mən də 1 il boyunca bu YÖS kursuna getdim və sonunda Sivas Cümhuriyyət Üniversitesinə qəbul oldum. 2 ya da 3 universitetə qəbul olmuşdum, amma Sivası seçdim. Amma bunu da deyə bilərəm ki, Sivas Türkiyənin ən soyuq şəhəridir. Amma yenə də, yəni universitetimdən çox məmnun olaraq məzun oldum. Çox da gözəl idi. Soyuq olmasına baxmayaraq o soyuğu da öyrəşirik. Qar görmürsünüzsə əgər, 4 il boyunca full qar görəcəksiniz. Hər nəysə. Əgər sizdə belə bir sual yarandısa ki, kursa getmədən də mümkün deyilmi Türkiyədə təhsil almaq? Mən araşdırdım şəxsən. Mən Türkiyəyə gəldiyimdə mənim yerimə valideynlərim daha çox araşdırmışdılar. Kursu da onlar tapmışdılar və onların əslində istəyi doğrultusunda mən də Türkiyəyə gəlmişdim. Yoxsa çox da ağlımda Türkiyədə universitet oxumaq yox idi. Yəni mənim proseslərdən əslində çox da bilgim yox idi başlarda. Yenə sizin üçün də mən biraz araşdırmalar elədim. Türkiyəyə əslində özünüz çabalayaraq, özünüz evdə hazırlaşaraq da gələ bilərsiniz. Amma mənim yenə də tövsiyəm bu olardı ki, işinizi şansa buraxmayın. Əgər həqiqətən də gəlmək istəyirsinizsə, YÖS kursuna yazılmağınızı məsləhət bilirəm. YÖS kursu xaricində də SAT kursları da var. SAT imtahanlarından keçərək də Türkiyəyə gələ bilərsiniz. Amma mənim araşdırdığım qədərilə SAT-ı Türkiyədəki hər universitet qəbul etmir. Və SAT nəinki Türkiyə, başqa xarici ölkələr üçün də keçərli olan bir imtahandır. Amma dediyim kimi hər ölkənin hər universiteti bunu qəbul etmir. Amma yenə də sizin araşdırmağınızda tövsiyə var. Kursların özünə də müraciət edib məlumat ala bilərsiniz. 4-5 il öncə olduğu üçün bu hadisələr yadımda qaldığı qədərilə hamısını bir dəftərə yazmışam və sizə doğru məlumat vermək istəyirəm. Sizin də gözünüzü əlbəttə ki, qorxutmaq istəmirəm, amma YÖS kurslarını çox yaxşı araşdırın. Nəyə görə çox yaxşı araşdırın? Sivasa mən universitetə getdikdən sonra orada da çox Azərbaycanlı dostlarım oldu, Azərbaycanlı tanışlarım oldu və bir çoxunun anladığım qədərilə YÖS kursları ilə bağlı müəyyən problemlər çıxırdı. Ona görə də sizə şiddətlə çox yaxşısını araşdırıb tapmağınızı tövsiyə edirəm. Bunu zaten siz özünüz də bilirsiniz, amma mən də vurğulamaq istəyirəm ki, müəyyən bir büdcəniz olmalıdır. Bunun üçün kənara müəyyən bir büdcə ayırmalısınız. Hər cəhətdən kurslara vermək üçün həm biletlər, Türkiyəyə gəlmək, bura yerləşmək, müəyyən bir büdcəyə ehtiyac olacaq təbii ki. Bunu əslində deməyimə gərək yox idi, bilirəm, amma yenə də deməkdə fayda var deyə düşündüm. Açıqcası ilk öncə Sivasa deyil də Kapadokiyaya getdik. Mən atamla birlikdə gəldim və ilk öncə biz Kapadokiyaya getdik. Çox şükür ki, Kapadokiyada bizim tanışlarımız var idi və 20 gün müddətində orada qaldıq. Tam sənədləşmə işlərinin bitməsini gözləmək üçün. Zaten Sivas və Kapadokiya çox yaxındılar bir-birlərinə. Aralarında sadəcə bir şəhər var, o da Kayseridir. Bunu deyim ki, sizə əgər qalmağı düşünürsünüzsə, qalmaqda heç narahat olmayın. Çünki hər universitetin öz yurdları var. Yəni Azərbaycan dilində desək yataqxanaları var. Bu yataqxanalar o qədər də bahalı deyil. Təbii ki, qız yurdları və oğlan yurdları olaraq ayrılır. Yəni qarışıq yurdlar da deyil. Bu cəhətdən də içiniz rahat ola bilər. Cümhuriyyət Universitetinin kampusu çox böyük bir kampus idi. Düzdür, araşdırmamışam, amma mən deyərdim ki, bəlkə də Türkiyənin ən böyük universitetlərindən biri ola bilər. Böyük bir dağın ətəyində şəhərcik salmışdılar. Azərbaycan universitetlərində olduğu kimi bir bina korpus ayrılmayıb. Yəni məsələn bir binanın bir mərtəbəsi bir fakültəni təmsil edir, ikinci mərtəbə misal üçün başqa digər bir fakültəni təmsil edir. Onların öz içlərində də ixtisaslar ayrılıb bəlkə də. Amma burada elə deyil. Burada ayrıca bir böyük bir bina ayrılıb. Mən Mimarlıq, Güzel Sənətlər və Təsərrüf fakültəsində oxuyurdum və bu fakültə ayrıca bir bina idi. Hətta A binası ilə B binası olaraq da ayrılmışdı. Yəni 2 korpusa ayrılmışdı binalar. Biri 1 kilometr bəlkə də o tərəfdə idi. Yəni çox böyük idi bizim kampüsümüz. Belə bir nüans da var ki, mən özüm də yaşadığım və mənim ətrafımda olan bir çox Azərbaycanlı olmasın, digər xarici ölkə vətəndaşı olan tələbələr də normalda universitetlər sentyabrın sonu, oktyabrın əvvəli başlayır. Amma biz xarici vətəndaşlar olaraq çox daha gec başlayırıq. Hətta mən deyərdim ki, mən ucuna çatdım imtahanlara. Necə oldu? Normalda 1 ay yarım və ya 2 ay dərslər başladıkdan sonra
dönemin ortasında, yəni semestrin ortasında imtahanlar olur. Bir semestr boyunca 2 imtahan olur. Ortasında vize imtahanları olur və semestrin bitişində final imtahanları olur. Mən dərslərə, vizelərə tam bir gün qalmış başladığım üçün dərslərə o 2 ay ərzində digər tələbələr öyrənib imtahana artıq hazır vəziyyətə gəldikləri üçün mən imtahanlara bir gün qalmış dərslərə başladığım üçün bu mənim üçün çox mənfi təsir göstərmişdi. Amma çox şükür ki, mən sevdiyim ixtisas üzrə bu universitetə gəldiyim üçün azdan çoxdan öz bilgilərim var idi təbii ki və dediyim kimi məntiqimi işlədərək imtahanlardan çox şükür biraz da şansım, biraz da dualarımla imtahanların bir çoxundan keçmişdim. Təbii ki, bir neçə kəsirlərim də olmuşdu. Çünki bir həftə, bəzən 2 həftə çəkən imtahanlara girməyə başladım və mən eyni zamanda təzə ölkə, yeni universitetə ilk dəfə gəlmisən, heç kimi tanımırsan, üstəlik də sən xarici vətəndaşsan, utanırsan. Yəni bu proseslər mənim üçün biraz ağır keçmişdi təbii ki. Mütləq dərslərinizə fokuslanın. Azərbaycanda kəskin olduqda pul ödəyərək o dərsdən keçə bilirsiniz. Amma Türkiyədə belə bir şansınız yoxdur. Əgər bir semestrin sonunda bir dərsdən kəsiriniz oldusa, bu gələn ilin həmin semestrinə, yəni birinci semestr olur. Türkiyədə güz dönəmi deyilir. Sentyabr, oktyabr ayından yanvar ayına qədər sürür. Yanvar-fevral aylarında qış tətili olur, yəni yarı yıl tətili olur. 2 dönəmin arasında 15 gün, 20 gün sürəcək bir tətil olur. Bu tətilin sonunda isə ikinci semestr başlayır. Birinci semestrdə kəsiriniz olan dərsi ikinci semestrdə ala bilmirsiniz. Digər ilin birinci semestrinə qədər gözləməli olursunuz və nə olursa olsun, burada pul, rüşvət qətiyyən keçmir və mütləq bu dərsdən keçməlisiniz. İstər indi keçin, zamanında keçin o dərsdən, istərsə də 4-5 il sonra keçin və burada da təbii ki, limit var. Əgər 4 il sonunda universiteti bitirə bilmədinizsə, 7 ilə qədər vaxtınız var. Yəni 5-ci ildə keçməlisiniz. 5-ci ilə keçə bilmədinizsə 6, 6-da olmadısa 7. Əgər 7-ci ildə də keçə bilmirsinizsə bu imtahandan artıq sizin tələbəliyinizi sona vura bilərsiniz. Əslində bunu da demək istəyirəm ki, Azərbaycanda bir qanun varsa, bu bütün universitetlərə aid bir qanundur və qanunu dövlət qoyur və ya təhsil idarəsi qoyur. Ancaq Türkiyədə elə deyil. Türkiyədə hər universitet bir dövlətdir və hər universitetin öz qanunları var. Həqiqətən bu əslində mənim də çox qəribə gələn bir nüansdır və sizə çox şiddətlə tövsiyə edirəm ki, çalışın öz sevdiyiniz, sizə çox yaxın olan, sizə asan gələn, sizin maraq dairənizdə olan ixtisası seçəsiniz. Bunu sizə çox səmimi qəlbdən tövsiyə edirəm. Mən bunu seçdim. Yəni çox sevdiyim, bəyəndiyim, mənim marağıma səbəb olan ixtisası seçərək bura gəldiyim üçün mən 4 il boyunca yüksək nəticəli, əlaçı deyə biləcəyim tələbələr arasında yer aldım. Sizə kursların və ya ətrafınızdakilərin, ailənizin yox, sizin istədiyiniz ixtisas olsun. Əgər mən bu ixtisasda olmayıb da digər ixtisaslarda olsaydım, inanın ki, mən çox pis nəticələr toplayacaq bir şagird olacaqdım və hələ də kəsirlərlə uğraşmış olacaqdım deyə bilərəm. Nəinki Türkiyədə, elə Azərbaycanda da olsaz, öz maraq dairənizdə olan ixtisası seçin. Sizə maraqlı deyilsə, sizə çətin gələcəksə, o ixtisası hansı məqamda, hansı mövqedə olursunuzsa olun, o ixtisası seçməyin. Çox zəif nəticələrlə, kəsirləri yığaraq bitirib üstünüzə yük qazandırırsınız. Xoşbəxt olmayaraq oxuyursunuz, məcburən oxuyursunuz siz. İnşallah ki, sizlər də universiteti istədiyiniz ixtisasla çox gözəl bir şəkildə, yüksək nəticələrlə başa vurarsınız deyə sizə arzu edirəm. Əgər videomu, kanalımı bəyəndinizsə, yeni açılmış bu kanal üçün dəstəyiniz çox önəmlidir. Kanalıma abunə olmağı, videoyu bəyənməyi və şərh bölməsinə öz düşüncələrinizi yazmağı unutmayın. Hələlik!